Hər vaxtınız xeyir, Analıq Məktəbinin dəyərli izləyiciləri. Bu gün biz qusma və ishal zamanı uşağa edə biləcəyimiz ilkin yardım haqqında, düzgün yanaşma haqqında danışacağıq və bu barədə bizə pediatr, yoluxucu xəstəliklər üzrə mütəxəssis doktor Həmid Hacağayev danışacaq. Doktor, çox təşəkkür edirəm ki, doğrudan da bu mövzuya toxunmaq istədiniz. Baxmayaraq ki, bu barədə yazırıq və paylaşırıq, valideynlər yenə də hər xəstəlikdə, hər qusma və ishal olanda bizə eyni sualları verməyə davam edirlər. İlkin olaraq qusma və ishal başlayanda öncəliklə nədən başlayır, niyə olur və mənşəyindən asılı olaraq yanaşmamız necə olmalıdır? Hər vaxtınız xeyir, dəyərli izləyicilər. Bəli, bu elə mövzudur ki, əgər qusma və ishal başınıza gəlirsə bu hal, o zaman sizə maraqlıdır bu mövzu, araşdırırsınız və faydalanırsınız. Lakin əksər hallarda təəssüflər olsun ki, maarifləndirici kanallara, mənasız kanallara baxılan kimi baxmırlar. Onlara daha maraqla baxırlar. Qusma və ishal elə bir haldır ki, valideynin ən çox qorxduğu hallardan biridir. Burada bir neçə faktor var ki, nədən çəkinirlər valideynlər? 1 yaşa qədər uşaqlar qusma və ishal paralel olaraq qızdırma ilə gedirsə, uşağın maye qəbul etməyi nə səviyyədədir? Gün ərzində qusma və ishallar nə qədər təkrarlanır və bunlara yanaşma necə olmalıdır? Nə zaman xəstəxana daxili müdaxiləyə keçməliyik, nə zaman evdə müdaxilə edə bilərik? İlk öncə onu vurğulamaq istəyirəm ki, istər bakterial infeksiya olsun, istər viral infeksiya olsun, yəni infeksion qusma və ishaldırsa, burada təməl yardımımız, yəni ana yardımımız itirilmiş mayeni bərpa etməkdən ibarətdir. Yəni, əgər ki, uşaq durmadan qusursa, ishalı varsa, yəni durmadan maye itirirsə, biz dərhal müdaxilə edirik və o itirilən mayeni bərpa edirik. Müdaxiləmizin sadəcə olaraq növündə fərq var. Əgər uşağımızın qusması o dərəcədir ki, içdiyi mayeni belə qaytarır, yəni ağzına hətta su da alsa onu qaytarırsa, o zaman biz valideyni tövsiyə edə bilmərik ki, evladınız evdə qalsın, suyu içirdə durun, yaxud filan dərmanı verin, ağızdan qəbul eləsin, qusması dayanacaq. Xeyr, istər-istəməz mədəyə nə daxil olacaqsa, uşaq qusacaq, qaytaracaq. Ona görə bu hal varsa, uşağın qusması durmadan təkrarlayırsa, dərhal xəstəxanaya gəlirlər, damar yolu açılır. Yəni, vena daxili infuziya olunur və bütün tədbirlərimizdə ilk növbədə bu istiqamətdə gedir. Yox, əgər uşağın qusması şiddətli deyilsə, yəni yalnız misal olaraq deyirəm də, qızdırma vaxtı qusdu, sonra qızdırması düşəndən sonra qusma dayandı, yaxud qusması maye içəndə olmur, qida yeyəndə olur. Yəni, bu hallar varsa və uşaq mayeni qəbul eləyə bilirsə, çoxlu miqdarda. O zaman biz valideynə qusma əleyhinə dərmanı da yazırıq və deyirik ki, gün ərzində fərq etmir hansı maye, su, şirin çay, kompot, istənilən şeyi içə bilər. Yəni, bu sırf həmin qusma anına aidiyyatı var bu məsələnin. Yəni, sağlam vaxtı təbii ki, şirin çay falan biz tövsiyə etmirik. Amma belə hallarda valideynə deyirik ki, zaten bizə lazımdır ki, o itirilmiş mayeni bərpa eləsin. Fərqi yoxdur nə içəcək. Onsuz da heç nə yemir. Ona görə glukoz ona, belə deyək də, glukoza da kəmşirin, kompot ya çay ona zərər verməyəcək bədəninə. Hətta bəsləyici effekt verəcək biraz. Tək ki, maye içsin və itirdiyi mayeni bərpa eləyə bilsin. Maye demişkən doktor, bunu demək lazımdır ki, su kəmşirin kompot və az rəngli kəmşirin çaydan başqa maye vermək məsləhət deyil. Çünki verdiyimiz, tutaq ki, ayran olsun, yaxud meyvə şirələri deyilir ki, uşaqlar sevir və yaxud qazlı içki, bunları vermək olmaz. Qazlı içki ümumiyyətcə olmaz. Burada məsələ ondan ibarətdir ki, biz qatıq, qusma falan olanda zaten ilk növbədə zəhərlənmə ağla gəlir valideynlərə. Düşünürlər ki, qatıq, ayran, nə bilim, süd məhsulları versinlər. Amma bu əksinə effekt yaradacaq. Çünki belə deyək də, bu məhsullar özləri qusmanı bir də provokasiya edəcəklər. Ona görə ən doğrusu odur ki, mayenin istənilən formasında dediyimiz kimi su ya biraz kəmşirin çay da olar, kompot da olar, bunları qəbul etsinlər. Paralel olaraq əgər ishal da varsa, o zaman təbii ki, ishala qarşı, yəni deyirəm, qusması əgər reflektor olaraq hər bir şeyə cavab verirsə, o zaman ilk öncə qusmanı dayandırmalıyıq. Yəni, burada vena daxili müdaxilə olacaq, itirilən mayeni bərpa eləyəcək, qusma əleyhinə dərmanlar damar daxili daxil olunacaq. Ondan sonra normallaşırsa, qusması dayanırsa uşağın,
o zaman artıq biz ona ağızdan dərmanı təyin eləyirik və proses belə davam eləyir. Növbəti məqamlardan biri uşağın həm qusması var, həm ishalı var, həm qızdırması varsa və uşağın ümumiyyətcə halı yoxdursa, yaşından asılı olmayaraq burada vena daxili müdaxilə olmalıdır. Çünki zaten halsızdır, mayeəni qəbul eləyə bilmir, vaxt itirməyin adı yoxdur. Hər iki tərəfdən də belə deyək, həm ağızdan, İstər-istəməz həm ağızdan, həm maye itirir. Nəcis bir də yüksək hərarət nəticəsində də maye itirir. Bəli, bəli. Yəni bunların üçünü birdən kompensasiya eləyə bilməz uşaq. Nə qədər də maye qəbul eləsə gün ərzində o itki davam eləyəcək. Ona görə belə hallarda dərhal xəstəxanaya müraciət etmək lazımdır və müdaxilə dərhal olmalıdır. Yox, gün ərzində bir dəfə qusursa, 2 dəfə qusursa, artıq bu qusmanın səbəbini araşdıra evdə müdaxilələrimizi eləyə-eləyə belə deyək də xəstəxanaya gəlmədən də ambulator müalicə eləyə bilirik. Yəni deyirəm, burada önəmli olan iki şeyi ayırd etmək lazımdır. Bakterial infeksiya varsa, əlavə olaraq antibakterial vasitələr istifadə olunacaq. Yox, əgər burada virus mənşəli infeksiyadırsa, sadəcə vaxt və valideyndən səbir tələb olunur ki, burada belə deyək də 7 gün ərzində, 6 gün ərzində, yəni bu müəyyən dönəm ərzində nə qədər ki bizim bədənimiz hər an bu infeksiyanı tanımır, immun hüceyrələr ifraz olunur bu period ərzində, uşaq ishalı da gedəcək, qusması da olacaq. Hətta belə olur, 2 gün yaxşılaşır sanki, 3-cü gün təzədən qusması, ishalı da başlaya bilər. Bu müddət ərzində ikincili infeksiya qoşula bilər. Ona görə bu halları müşahidə edirik. Yəni deyirəm, önəmli olan o qusmanın durmadan olmamasıdır. O yoxdursa, daha tez bərpa etmək olur uşaqlar. İstənilən halda viruslu yaxud bakterial infeksiya nəticəsində qusma və ishal baş verirsə, demək ki, birbaşa mədə-bağırsaq sisteminə təsir eləyir və orada məhv elədiyi ilk şey normal mikrofloradır. Bəli. Buna görə də xəstəlik vaxtı, qusma, ishal zamanı mikrofloranı bərpa eləmək də çox vacibdir. Doğru. Ona görə əgər qusmanı dayandırırıqsa təbii ki, çünki bütün probiotiklər, simbiotiklər ağızdan qəbul olunur və qusmanı bu halda dayandırmaq mütləqdir və yanaşı olaraq probiotik verilməsi çox önəmlidir. Onu bildirmək istəyirəm valideynlərə. Və ikinci məqam burada demək istədiyim əlavə olaraq, hər qusma infeksiyadan olmur. Bəzən olur ki, uşaq misal üçün öskürür, məsələn, ya burun axıntıları var, qəniz axıntısı var, mədəyə bəlğəm yığılır və mədə onu həzm edə bilmədiyi üçün müəyyən müddət sonra qaytarır uşaq. Amma bu qaytarmalar gündə 1, maksimum 2 dəfə olur zaten deyə düşünürəm. Biz burada anamnez toplayırıq, valideyndən soruşuruq. Qusma nədən sonra oldu? Öskürüb qusur, yaxud başqa formada yeməkdən sonra qusur, yoxsa durduq yerdəmi qusur? Yəni önəmli olan anamnezi toplamaq tamamilə doğrudur. Çünki müəyyən öskürəklər var ki, onlar mütləq surətdə özündən sonra qusma gətirirlər. Xüsusən də əslinə qalası olsa qusmaları bizə sərf eləyir körpə uşaqların. Öskürüb qusursa həmin bəlğəmi o təzyiq nəticəsində çıxarırlar. Bəli. Və bir məqamı da bayaq dediniz, istəyirəm ki, biraz açaq onu. Mən özüm də danışa bilərəm ki, uşaqda qızdırma ilə bağlı qusmalar olur bəzi uşaqlarda. Ağ qızdırma olduğu zaman, yəni əlləri, ayaqları görürsüz ki, buz kimidir, hətta ağappaqdır və göyəri rəngi, başı qaynardır, bədəni qaynardır. Bu halda ağ qızdırma olur. Bu daha çox bədxassəli gedişatlı qızdırma da deyirlər buna. Qızdırma bədəndən çıxmır deyə spazm verir və bu spazm eyni zamanda mədədə də baş verir və uşaqda qızdırma olduğu müddətdə qusursa, amma qızdırmanı salandan sonra təbii ki, bu halda siz ağızdan dərman verə bilməyəcəksiniz qızdırma salıcı. Mütləq şəkildə məcburən inyeksiya şəklində olmalıdır. Doğrudur. Damar daxili, əzələ daxili ya da rektal şamlar şəklində qızdırma salıcı istifadə edə bilərsiniz və bu halda qızdırma düşən kimi, demirəm ki, tam düşəcək, çünki ilk günlərdə qızdırma tam düşmür, yəni 39 yarım 40-dırsa, 38 yarım 38-ə ancaq ki düşür və düşəndən sonra qusma dayanırsa, demək ki, bu mədə-bağırsaq problemi deyil. Bu sırf qızdırmaya bağlı bir şeydir və bu halda da xəstəxanaya getmək, belə deyim də, stasionara yatırmaq və müdaxilə etmək hər deyəndə lazım olmur. Yenə də vəziyyətdən asılıdır. Nə qədər qusub və nə qədər maye edir. Valideynin nə qədər kompetent olub olmadığından asılıdır. Nə qədər müşahidə eləyə bilir uşaq. Valideyn səbirlidirsə, öz uşağını tanıyırsa və müdaxilələri vaxtı-vaxtında eləyib, həkim dediyi ilə gedirsə, tamamdır. Həm də uşağın vəziyyətindən asılıdır. Amma elə valideyn də var ki, 100 cürdə hər şeyi başa salsan belə,
heç bir şeyə özü müdaxilə eləyə bilmir. Ya buna onun psixoloji durumu imkan vermir, birdən-birə təşvişə düşür. Qorxurlar, bəli. Ya bilirsiniz necə olur bizim ailələrdə? Uşağa nəsə olan kimi nənə, baba, xala, dayı, əmi hərə bir söz deyir. Valideyn baskı altında olur. Sənin həkimin yaxşı həkim deyil. Olsaydı, nə bilim, sanki düşünürlər ki, həkim müraciət olundusa, əlində bir sehirli bir dəynəklə belə toxunmalıdır. Qusma, ishal, qızdırma hamısı bir günə, 2 günə yox olmalıdır. Təəssüflər olsun ki, bu baskıya dözmürlər və yaxud başqa yerə müraciət eləyirlər, yaxud da birbaşa ilə xəstəxanaya müraciət edirlər. Bu hallarla da tez-tez qarşılaşırıq ki, valideynlərə belə deyək də, ətrafdan çox baskı olur. Ən çox qarşılaşdığımız barədə doktor, ishalı müalicə eləyiriksə, valideynlərin dərhal nəticə almaq istəməyidir. İstəyirəm qısaca da olsa o barədə danışasınız ki, hansı halda müalicə elədiyimiz zaman biz gedişatın yaxşı olduğunu və müalicənin artıq müsbət təsir göstərdiyini əminliklə deyə bilərik. İlk öncə ondan başlayaq ki, qusma dayandısa bu artıq özü bir nailiyyətdir. Bəli, Qusma artıq stop elədisə və uşaq belə deyək də ishalı var, qusması dayanıbsa, ən azından ağızdan başlayır maye falan qəbul eləyə bilirsə, artıq bu müsbətə doğru gedən bir işarədir. İshal uzun müddət davam eləyə bilər. Çünki bağırsağa keçən mikroflora, oradakı öz mikroflorasını nə dərəcədə zədələyir, hansı infeksiya düşüb ora, ümumiyyətlə bundan öncə uşağın bağırsağı nə vəziyyətdə olub, bunları biz bilmirik. Və bu itkilər bərpa ola-ola biz nəyi müşahidə eləyə bilərik? Tutalım ki, uşaq əvvəl 10 dəfə çıxırdı, sonra 8 dəfə sayı azalacaq. Və yaxud say olaraq dəyişmir, amma konsistensiyası dəyişir. Qatılaşır. Yavaş-yavaş qatılaşmağa başlayırsa, demək ki, o da müsbət bir dinamikadır. Ona görə bunları izləmək lazımdır ki, nə dərəcədə belə deyək də dinamika müsbət gedir. Bir məqamı da xatırladım. Valideynlər ən çox bu məqamlarda çaşırlar. Tez-tez ishal olan uşaqlarda bəzən nəcisdə qan izləri görmək olar. Qan axma yox. Xırda-xırda qan nöqtələri kimi xırda. Bunu mən valideynə necə izah edirəm? Deyirəm ki, əgər sizin burnunuz axırsa, doludursa, hər dəqiqədən bir burnunuzu silirsinizsə, sizin burnunuzun selikli qişaları da zaten incədir, zərifdir. O kapilyarlar da partlayır, siz üzr istəyirəm, burun axıntısında da görə bilərsiniz ki, sanki qan var. Eyni şey də bağırsaqlandır. Bağırsaq istər-istəməz öz seliyindən azad olur. Yəni bu tez-tez getdiyinə görə, bəli. Bu müəyyən müddət olur, sonra o artıq bərpa olandan sonra yavaş-yavaş normaya düşəcək. Hansı halda biz ishal başlayırsa, ümumiyyətlə buna ishal deyə bilərik. Tez-tez gedərsəmi, yoxsa duru gedərsəmi və nə dərəcədə duru olmalıdır? Say baxımından nə qədər olmalıdır ki, artıq valideyn narahat olsun ki, mənim uşağımda ishal var. İshal artıq belə deyək də, təkcə say deyil. Eyni zamanda konsistensiyasını dəyişməlidir. Bəli. Standart getdiyi durumdan daha sulu gedirsə, tez-tez gedirsə, misal olaraq da belə deyək, əgər orada qızdırması yoxdursa, qusması yoxdursa, təkcə ishaldan söhbət gedirsə, biz infeksiyadan öncə başlayırıq, araşdırırıq ki, bu nə ilə qidalanır, nə yeyib, dünən nə yeyib, təzə bir şey mi yeyib, ya tutaq ki, rasionunda kremli falan şeylər mi istifadə olunub, ona diqqət yetiririk. Amma zaten belə deyək, infeksion prosesdirsə, ishal başlayıbsa, tez-tez gedəcək, qusma da olacaq, qızdırma da olacaq, valideyn onu çaşdırmayacaq. Yanaşı simptomlar olacaq. Bəli. Yeganə belə deyək də, dərhal xəstəxanaya qaçası valideynlər 3 ayına qədər olan uşaqlardır. Çünki ölüm halları bu uşaqlarda digərlərinə görə daha çox rast gəlinir. Çünki dehidratasiya halı, maye itirmə halı kəskin ola bilir. Uşağın maye qəbul eləməsi arasında, maye itkisi arasında böyük fərq olur. Ona görə düşünmədən dərhal xəstəxanaya gedə bilərlər. Son məqam, düşünürəm ki, bütün valideynləri maraqlandırır. İştahsızlıq. Nəinki ishal və qusmada, digər infeksion xəstəliklərdə də ən çox sualla müraciət edirlər ki, bu uşaq heç nə yemir. Mən düşünürəm ki, bizim ümumiyyətcə ailələrimizin ən böyük problemi odur ki, biz çalışırıq ki, uşağı aşırı dərəcədə yedizdirək. Xəstələnən uşağın iştahı olmamalıdır. Bu tamamilə normal bir şeydir. Hal-hazırda bədənin bütün resursları, bütün düşüncəsi, dırnaq içində deyirəm, bir orqanizmi xəstəliklə mübarizə aparmaqdadır. İştah, miştah, başqa şeylərlə məşğul ola bilməz. Çünki hal-hazırda bədəninə bir infeksiya daxil olub, o infeksiyanın özü ilə mübarizə aparır. Mübarizə apara-apara həmin o müharibə şəraitində olan toksinlər bütün bədənə yayılır
və bütün mərkəzləri zədələyir. Zaten bu adamın ürəyi bulanır, qusması var. Ya tutaq ki, burun axıntısı var. Bu uşaq durmadan öz burun axıntısını udur. Qızdırması var. Bu uşaq necə iştahı ola bilər axı? Ona görə iştahın arxasıca düşüb, uşaq qızdırmalıdır. Yox, bu boşqabı yemədi, 2 qaşıq yemədi, üçüncüsündə tutub zorla o qaşığı vermək mənfi effekt verəcək. Uşaq başlayacaq daha da çox qusmağa, daha da çox aqressivləşəcək və narahat olacaq. İştahsızlıq yavaş-yavaş uşaq bərpa olunduqca düzələcək. Buna görə narahat olmağa dəyməz. Sadəcə olaraq biraz səbirli olmaq lazım. Həmişə deyirəm ki, valideynlərə, bizim ədəbiyyatlarımızda, yazılan məlumatlarda uşağın nə qədər yemək yediyi qeyd olunmur. Nə qədər xəstəlik zamanı təbii ki, nə qədər maye itirdiyinə biz fikir veririk. Bəli. Yəni bu gün kaşasını yeməyib deyə o qeyd olunmayacaq. Bu qədər ishal olub, bu qədər qusub, bu qədər maye bizə əsas vacib olan maye itkisidir. Çünki maye itkisi bütün orqanları sıradan çıxaracaq, beyindən başlayaraq digərlərinə qədər. Yavaş-yavaş o maye itkisi bərpa ola-ola, zaten o iştahı da öz-özünə bərpa olunacaq. Son olaraq deyirəm ki, artıq sağollaşırıq və istəyirəm ki, pasientlərimizə, izləyicilərimizə bu mövzuda son mesajınızı verəsiniz. Son mesajım ondan ibarətdir ki, gəlin bir yerdə maariflənək, güclü olaq və ətrafdakı deyilənlərə qulaq asmayaq, həkimin təyinatına görə hərəkət edək.